Hospitalda ürəyinə stend qoyulan xəstə dünyasını dəyişib. 56 yaşlı Cəmil Qafarovun ailəsi onun ölümünə həkim məsuliyyətsizliyinin səbəb olduğunu iddia edir. Mərhumun həyat yoldaşı Zahirə Qafarovanın sözlərinə görə 56 yaşlı Cəmil Qafarovun səhhəti yanvarın 15-də evdə qəflətən pisləşib. O bildirib ki, Cəmil Qafarova ilk yardımı təcili tibbi yardım xidmətinin əməkdaşları edib. Bundan sonra o qismən də o sözünü yaxşı hiss edib. Bir neçə saat sonra ailə üzvləri Cəmil Qafarovun yenidən özünü narahat hiss etdiyini görüb. Apro Hospitala aparıblar. Yaxın xəstəxana, Apro xəstəxanasını bildiyim üçün təcili ora çatdırmalı olduq. Orada həkimlərin belə müdaxiləsinə əsasən dedilər ki, səhər əməliyyata qaldıracağıq. Dedilər ki, gizli infarkt keçiribdir, belə dedilər. Saat hardasa onun yarısı falan belə əməliyyata apardılar, ancaq anjo adı ilə apardılar. Yəni, anjo dedilər ki, olmayacaqdı, sonra tromb vardı, ona görə stent qoyulacaq. Mərhumun həyat yoldaşı iddia edir ki, birinci əməliyyatdan sonra Cəmil Qafarov özünü yaxşı hiss edib və palataya köçürülüb. 2 gün sonra kardioloq cərrah Rafiq Xəlilov ailəyə məlumat verib ki, xəstəyə ikinci stendin qoyulması üçün təcili əməliyyat lazımdır. Əməliyyatdan sonra isə onun vəziyyəti ağırlaşıb. Ailə onu da iddia edir ki, ölüm halı ilə bağlı ailəyə çox gec məlumat verilib. Halbuki mənə həkim demişdi ki, yəni birinci əməliyyatdan 4 ay sonra biz ikinci stenti qoya bilərik. Bəli, Rafiq Xəlilov. Əməliyyatdan çıxartdılar. Biz özümüz yenə onunla görüşdük, yəni salamlaşdıq, yaxşıyam, hər şey qaydasındadır. Həkim dedi, hər şey yaxşıdır. Amma yuxarıya, palataya yerləşdirdilər. Həkim məlumat verdi ki, ürəyi dayanıbdır, yuxarıda masaj eləyirlər, belə. Deməli, bu elə bəlkə də o momentində rəhmətə gedibdir, bizə elə bildirmirlər bəlkə də birdən. İkinci həkim gəldi ki, bəs başınız sağ olsun. Kardioloq cərrah Rafiq Xəlilov mərhum Cəmil Qafarovun ürəyin kəskin koronar sindromu diaqnozu ilə hospitalizasiya olunduğunu bildirib. Biz o damağı açdıq, yerinə bir stent yerləşdirdik, amma xəstənin öz ümumi vəziyyəti ağır olmasını da qeyd elədik. Digər damarlarda da 60-70-80% dağlıqlar var. Lakin 2 gün sonra xəstənin vəziyyəti yenə də pisləşdi. Yenə də razılıq aldıq. Dedi ki, ola bilsin ki, biz qoyduğumuz stent tutulubdur, yenədən tromboz olubdur. İkinci dəfə 17 yanvar 2026-cı tarixində biz xəstəni yenidən aldıq. Lakin 1 saat sonra xəstənin vəziyyəti pisləşdi və bizim müdaxiləyə baxmayaraq xəstənin ürək fəaliyyəti dayandı. Apro Hospitaldan bildirildi ki, ölümün dəqiq səbəbləri məhkəmə tibbi ekspertizası tərəfindən araşdırılır. Sevinç Vaqif qızı, Samir Qasımov, Xəzər xəbər.